Salam dostlar, mən Sadiq Şamilov, fizika müəllimi. Burası fizika vadisidir. Yenə lövhə önündə gördüyünüz kimi. Belə bir maraqlı sual var. Sürət zaman qrafiki verilir. Bir cismin x oxu üzrə hərəkət edir. Sürətin proyeksiya qrafikidir. Kütlə 3 kiloqramdır. Deyir ki, əvəzləyici qüvvənin bu maddi nöqtə üzərində gördüyü işi hesablayın. Gəlin hesablayaq. Gördüyünüz kimi VT qrafiki verilibdir və kütlə burada 3 kiloqram kimi bizə təqdim edilib. Onda biz nə etməliyik? Biz bilirik ki, əvəzləyici qüvvənin gördüyü iş A, eyni işarə ilə kinetik enerjinin dəyişməsinə bərabərdir. Məlum məsələdir. İndi baxaq. Qrafika baxdığımız zaman 6-dan başlayıb, yəni 6 bunun nəyidir dostlar? Başlanğıc sürətidir. 6 saniyə sonra isə bu cismin son surəti, yəni V-si neçə olubdur? 0. Yəni bu cisim bərabər yavaşlayan hərəkət icra edibdir və 6 saniyə sonra sürət sıfırlanıbdır. Onda əgər son sürət sıfıra bərabərdirsə, biz yaza bilərik. Delta YK nəyə bərabərdir? YK çıxılsın, YK sıfıra bərabərdir. Son sürət sıfırlanır deyə YK sıfıra gedir. Bu zaman görülən iş bərabərdir. Daha doğrusu bunu belə yazmaq olar. Mənfi mv0 kvadratı bölünsün 2 bərabərdir. Mənfi m-i verib 3. V0 neçə idi? Şərtə baxın 6. Vurulsun 6-nın kvadratı bölünsün 2. Bu neçə eləyəcək deməli? Mənfi 3 vurulsun 36 bölünsün 2-dən. Bundan bir xisar geçsə qaldı 18. Bu bərabər oldu mənfi 54 zoyla. Zaten bərabər yavaşlayan hərəkətdə iş mənfi olur. Niyə? Gəlin bunu düsturla bura yazaq. A bərabərdir delta YK. Doğrudurmu? Bu da m bölünsün 2. Mörtəzədə çıxarsaq möcə xaricinə V kvadrat çıxılsın V0 kvadratdır. Bərabər yavaşlayan hərəkətdə V0-dan kiçik olduğuna görə mörtəzənin içi nə eləyir? Mənfi. Deməli işdə nə olur? Yəni bunu göstərik. İşdə mənfi olur əziz dostlar. Deməli bərabər yavaşlayan hərəkətdə görülən iş mənfidir və burada da görürsünüz. Çox sağ olun. Belə izahlar daha çox gəlməyini istəyirsinizsə lütfən rəy bölməsində bildirin.